Yeni videoma xoş gəldiniz. Bu videoda Dimin 20 sınağının davamını izah eləyirəm. 14-cü sınaq. Deməli, birinci sualda verib ki, proqramın icrası zamanı klaviaturadan n natural ədədi daxil edilmişdir. Proqramın təyinatını müəyyənləşdirin və necə bir ədəd daxil edəcəyimi variantlara görə müəyyən edirəm. Mən 340 da daxil edə bilərəm, eni 6 da. Amma necə bir ədəd daxil etmək lazımdır? Və baxıram ki, variantlarda ədədin bölənlərindən, ya müxtəlif sadə vurğundan, nə bilim 2-nin qüvvəti olub-olmadığından söhbət gedir. Deməli, burada lap böyük ədəd verməyə gərək yoxdur. Yəni, burada kiçik bir ədəd versək, təyinatı tapa bilərik. Və burada bölənləri bir də müxtəlif sadə vuruq anlayışı var. Ona görə mən bir dənə 12 daxil eləyirəm. Çünki 12-nin bölənləri hansılardır? Deməli 12-dir, 2-dir, 6-dır, 3-dür, 4-dür. Bəs 12-nin deməli müxtəlif sadə vuruqları hansıdır? Bunu sadə vuruqlara ayırsaq bu formada. Müxtəlif sadə vuruq deyəndə hərəsindən bir dənə götürürük də 2 ilə 3-dür yəni. Müxtəlif sadə vuruqdursa 2 ilə 3-ü tapmalıdır. Bölənləridirsə bunu tapmalıdır. Ola bilər 2-nin qüvvəti də ola bilər, amma bu proqram 2-nin qüvvətinə oxşamır. Ya bölən olacaq, ya da müxtəlif sadə vuruq. Elə görünür. İndi hesablayaq. N böyüdümü birdən? 12 böyüdümü birdən? Bəli. Bəs n-i k-ya böləndə qalıq 0-dırmı? 12-ni 2-yə böləndə qalıq 0-dırmı? Bəli. Bəs m fərqidirmi k-dan? 0 fərqidirmi 2-dən? Bəli. Onda m-i k-ya bərabər götürür, yəni həmin 2-yə və 2-ni çapa verir. Bu sərbəst həddir də, if-lə eyni sütundadır, ona görə hesablanmalıdır. N-i də k-ya bölürük. 12-ni də 2-yə bölürük, yəni k-ya 6 alırıq. Birinci if ödənmişdi deyə əks haldaya baxmırıq, geri qaydırıq əvvələ. Növbəti dəfə 6 böyüdü 1 alırıq. Bəs 6-nı k-ya, yəni 2-yə böləndə qalıq 0-dırmı? Bəli. İndi birinci if ödənibsə yenə əks haldasına gərək yoxdur. O biri ifi yoxlayırıq. Bəs m fərqidirmi k-dan? 2 fərqidirmi k-dan? 2-dən? Xeyr. Yox cavabı aldımsa, bu biri ifi hesablamır. Onda n-i k-ya bölür. Deməli, bu onda müxtəlif sadə vuruqları hesablayır. Çünki bunun vuruqları əslində 2, 2, 3-dür və yaxud bölənləri 2, 6, 3, 4-dür. Amma bu yəni sadə vuruqlarını, ümumiyyətlə bölənlərini burada götürməyəcək. Sadə vuruqların arasından da müxtəlifləri seçir. Çünki birinci 2-ni götürdü, növbəti sadə vuruğu da 2 daxı. Amma həmin o 2 əvvəlki sadə vuruqla eynidir deyə artıq istəmədi. Yəni yox cavabı aldıqda, yəni növbəti dəfə 2-ni çap eləməyəcək. N-i k-ya böləcək. 6-nı 2-yə bölüb 3 alacaq. Birbaşa bura keçdi. Bu artıq arada itdi. N 3 olur, geri qayıdır əvvələ. 3 böyüdümü birdən? Bəli, şərt ödənir. Bəs n-i, yəni 3-ü 2-yə böləndə qalıq 0-dırmı? Yox. Ödənmir deyə, birinci if ümumiyyətlə ödənmir deyə, onun əks haldasına görə k-nı 1 vaid artırır. 2 idi, 3 olur. Dördüncü dəfə geri qayıdır. N-in qiyməti 3-dür hələ də. 3 böyüdümü birdən? Bəli. İndi k-nın qiyməti dəyişib 3 olub, bax, n də 3-dür. 3-ü 3-ə böləndə qalıq 0-dırmı? Bəli. Birinci if ödənir deyə o biri ifi yoxlayıram. Bəs m fərqidirmi k-dan? 2 fərqidirmi 3-dən? Bəli. Fikir versək, müxtəlif olan sadə vuruğu axtarır. Əvvəlki 2 ilə eyni idi deyə onu istəmədi, amma 3 müxtəlifdir deyə, 2 fərqidirmi 3-dən, hə? Müxtəlif olan sadə vuruğu m götürür. Yəni m k-ya bərabər olur və print k-ya görə 3-ü çapa verir. N-i k-ya bölür, artıq n 3 idi. 3-ə də böləndə 1 qalır. Növbəti dəfə 1 böyüdümü birdən yox cavabı alır. Və 2 ilə 3 bunun müxtəlif sadə vuruqlarıdır. Ona görə 1-ə olur C bəndir. Sonra 2. Hesablayaq 2-ni. Deməli, burada n-in qiyməti 1-dən n plus 1-ə qədər dəyişir. N-in qiyməti 2-dir, plus 1 yazanda burada 3 alıram. Və i-nin qiymətləri 1-dən 3-ə qədər dəyişirsə, təbii ki, 3-ün özünü götürmür, 2 dəfə dövr gedir. i 1 olanda s bərabər olur, s çıxaq. Yəni 1 çıxılsın, mötərizədə yazaq. S vurulsun. 1 vuraq, i, yəni 1. Vurulsun i plus 1. 1 plus 1 də 2-ni verir. Vuraq k-da mənfi 1-dir. Və burada 1 çıxaq mənfi 2 alıram da, onda alınır 3.
K bərabər mənfi K-ya görə mənfi 1-in qarşısına da mənfi yazanda bu olur müsbət 1. Geri qayıdır əvvələ. i2 olanda yenidən hesablayır. S bərabər S çıxaq, yəni 3 çıxılsın. Mötərizədə S vuraq, yəni 3 vurulsun. i-nin qiyməti 2-dir də. Vuraq i plus 1, yəni 2 plus 1, 3. Vuraq K isə müsbət 1-dir bu dəfə. Bu da 3 çıxaq, 3 dəfə 2, 6-nı da 3-ə vuranda 18, mənfi 15 eləyir. K bərabər mənfi K-ya görə mənfi 1 olur. Çünki 1 idi. Qarşısına mənfi atırıq. Geri qaydanda artıq i-nin qiyməti bitdiyi üçün dövrdən çıxır. S-in axırıncı qiymətini, yəni mənfi 15-i çapa verir. Sonra simvol sayı 8 olan əlifbada neçə 5 simvollu müxtəlif sətir yaratmaq olar? Tutaq ki, 8 simvollu bir əlifba kimi 8-lik say sistemini götürək. 0-dan 7-yə rəqəmləri var. Ya bunu götürməyə ədəd kimi, çünki 0 yaza bilmirəm. Məsəl üçün A, B, C, D, E, F belə 8 dənə hərf var da. Deyir, bu hərflərdən istifadə edərək neçə dənə 5 simvollu sətir yaratmaq olar? 5 simvollu deyirsə, 5 dənə belə oyuq çəkirik. Birinci oyuq kimi, belə deyək də, yəni 5 simvollu bir sətrin birinci simvolu kimi bu 8 dənə hərfdən birini yazacağam. Deməli, onda neçə variant olur birinci oyuq üçün? Və s. 8 hərfdən birini seçirəmsə 8 variant. Demir ki, hərflər təkrarlanmasın. Sadəcə deyir, neçə müxtəlif sətir yaratmaq olar. Əgər desəydi ki, hərfləri təkrarlanmamaq şərti ilə, tutaq ki, burada A-nı seçmişəmsə, o birində seçməyəcəkdim, 7 olacaqdı. Amma demədiyinə görə, deməli 8 hərfdən yenə birini seçə bilərəm də burada. Deməli, yenə 8 variant olur. Bu birlərin hər birində 8 variant olanda 8 üstü 5 alınır. Yəni, Y variantı olacaq. Məsəl üçün, sətir belə alınır da. A, tutaq ki, buradan B-ni seçir, buradan yenə A-nı seçə bilər. Yenə deyirəm, yəni hərfləri təkrarlanmasın demədiyinə görə təkrar hərfdən istifadə etmək olar. A, B, A, tutaq ki, buradan C-ni seçirəm, yenə B-ni seçə bilərəm. Oldu bu bir sətir. 5 hərfli də A, B, A, C, B. 8 simvolu əlifbadan istifadə edərək 5 hərfli bir söz yaratdım və bunu 8 üstü 5 sayda, yəni yaratmaq olar. Bu qədər pikselli qrafik təsvir RGB-də kodlaşdırılarsa onun həcmini megabaytla ifadə edin. Piksel sayını, yəni 2 üstü 10 vuraq, 2 üstü 11-i rəng dərinliyinə vururuq. RGB-də də rəng dərinliyi 24 bitdir. 2 üstü 21 vuraq, 24 bit alınır. Megabaytla ifadə ediriksə 2 üstü 23-ə bölürük. Aşağıda 4 qalır, 24 4-ə böləndə də olur 6 megabayt. Onluq say sistemində verilmiş bu ifadəni 16-lıq say sistemindəki təsviri neçə rəqəmli ədəd olar? 16 üstü 16 elə 16-nın qüvvəti formasındadır və 16-lığa çevirəcəyim üçün rahatdır. Bu nə deməkdir? Yəni 1 yanına 16 dənə 0 deməkdir. Çünki bu tipli onluq ədədləri həmin say sisteminin qüvvətinə gətirərək çeviririk. 256-nın kubunu da çevirsəm, 2 üstü 8 üstü 3 yazaram. Bu da 2 üstü 24-ü verir. 16 üstü yaratmaq üçün 2 üstü 4 üstü 6 yazacağım. Bu da 16 üstü 6-nı verəcək. 49-u da çevirəndə, deməli, onluqdan 16-lığa formada çevirsəm, qalıqları axırdan əvvələ yazıb 31 alıram. Aldığım ədədləri toplayanda deyir, neçə rəqəmli ədəd alınır. Əslində elə birincini tapmağım bəs eləyirdi. 1 yanına əgər 16 dənə 0 yazmışamsa bu formada, bu 1 yanına 6 0 təxminən belə alınacaq, bir də 31 olacaq. Bunları toplayanda bu 1-in yanında 16 rəqəm alınacaq axı. Çünki 1 yanına 16 0 düzmüşdüm də. İndi bura məsəl üçün 1 düşəcək, 3 1 alınacaq. Axırı o heç bizə neçə rəqəmli olduğunu soruşur. Yəni 1-dən sonra 16 dənə rəqəm varsa 17 rəqəmli elə ədəd eləyir. Sonra sistem proqram təminatına aid olanları seçin. ScanDisk, bəli, utilitdir. Elə utilitin özü. Mətn redaktoru, qrafik redaktor tətbiqidir. Python proqramlaşdırma dilidir. 1, 2 və 6 olur. 6-da B bəndi. Daxili yaddaş qurğularını müəyyənləşdirir. Keş yaddaş olur. Sonra flash yaddaş olur. Yox, bir dəqiqə, flash yaddaş xeyr, üzr istəyirəm. Flash yaddaş xaricidir. Keş yaddaş olur, RAM olur, ROM olur. Bir də 1, 3, 4 olur, C bəndi. Sonra 8. Elektron cədvəlin
A2, D2 diapazonu əsasında qurulmuş diaqramı müəyyən edin. Hə, buna əsasən qurulan diaqramı tapmalıyıq. Onda A2, D2 diapazonu əsasında qurulubsa, həmin xanalardakı qiymətləri hesablayaq. A2-də A1 plus B1 verib. 3 ilə 4-ün cəmi bizə verir 7-ni. B2-ni hesablasaq, A1 üstəgəl C1, yəni 3 üstəgəl 5, bu eləyir 8. Sonra C2-ni hesablasam, C1 plus D1. C1 ilə 5 ilə 6-nı toplasam D1-i 11 alıram. D2-ni də toplasam, B2 ilə D1-i toplayıram. B2 buydu, 8, D1 isə 6-dır, 14 alıram. Deməli, 7, 8, 11, 14. A variantını yoxlayım. Elə 6 ilə 8-in aralığına düşürsə, bu 7-dir. Növbəti 8-ə düşür, 7, 8 var. 10 ilə 11-in aralığına düşürsə, bu elə 11 olar. Bu da 14 elə A variantı olur onda. Çünki ilkdən uyğun gəldi. Elə belə o birlərə də baxım görüm. Məsəl üçün bu birini yoxlayım. 7, 8, 14 idi də. 7 tutaq ki oldu. Amma bu 8 olmur da 8-dən yuxarıdır. Elə olacaq. Məsəl üçün burada 7 olur, amma gəlib 8-ə düşmür də. 8-dən yuxarıdır. Hardasa 9 deyərəm buna. Elə A variantı düzdür. Sonra 9-cu sualda verib ki, elektron cədvəl fraqmentinə əsasən qarışıq istinad olan xanaları müəyyən et. Qarışıq istinad bilirik ki, həm mütləq olsun, həm nisbi olsun. Yəni, məsəl üçün, ya sətri mütləq eləyirik, ya da deməli, sütunu. Burada var, sütun mütləqdir, amma sətr nisbidir də. Yəni, birinin qarşısına ümumiyyətlə dollar yazılırsa, o nisbi olur. Bu da A1 xanasına düşür. Bu ümumiyyətlə mütləq ünvandır. Bunlar da nisbidirlər. Bu da. Bir də olur A2 xanası da. Bu dəfə də sətr mütləq olub. Sütun nisbi. A1, A2. Olur Y variantı. Mətn redaktorunda yığılmış belə bir mətndə kursor H simvolundan sonra yerləşdirilir. Aha. Daha sonra kursoru iki mövqe sola keçirdib, iki mövqe sola keçirdirsə, 1, 2, gəlir dayanır onun yanında. Deməli, buradan silinir. Yəni, kursor getdi, 2 hərf sola. Sonra deyir, 4 dəfə backspace düyməsi vurulur. 1, 2, 3, 4 backspace bilirik ki, yəni sola silir. Sonra 2 mövqe sağa keçirdir kursoru. Buranı silibsə, kursor elə buradadır da. 2 mövqe sağa keçirdəndə 1, 2 gəlir dayanır burada. Onda bura silindi. Bax, buradan elə bir ki, kursoru götürdüm. Gedib heç. Sonra da deyir, 4 dəfə də delete düyməsi vurulur. 1, 2, 3, 4. Delete də sağa silir də 4 dənə. Yerdə nə qalır onda? TH olur, onda C. 120 müəllim və 100 şagirdin adı, soyadı, ata adı, təvəllüdü, təhsili, cinsi, boy uzunluğu qan qrupu haqqında verilənlər bazası tərtib edilmişdir. Bu bazada neçə sahə var? Sahə bilirik ki, sütunlardır. Elə adları daxil edilirsə bir sütun olacaq ad sütunu, o bir sütun olacaq soyad. Yəni belə neçə dənə sütun yaranacaq? 1, 2, 3, 4, 5, 6, 7 və 8 dənə deməli bu formada sütun yaranacaq. Verilənlər bazası abituriyent cədvəlinə əsasən bu sorğuya uyğun olan aidləri müəyyənləşdir. Əvvəlcə notu saxlayıram, çünki burada mötərizə var, hətta 2 dənə mötərizə verilib. Not qalsın. Sonra mötərizənin içərisində bir dənə də mötərizə var, açıram həmin mötərizəni. Deyir, adı T ilə başlayanlarda, T ulduz onu göstərir. Adı T ilə başlayanlar olur 4, 5. Sonra or, soyadı H ilə başlayanlar, deməli olacaq 3, 6. Bu mötərizəni bağlayıram, sonra yazıram and. Daha sonra yenə mötərizə açılıb, informatikası 90-dan böyük olanlar, deməli 1, 2, 5, bir də 6. Sonra verilib and, fizikası 90-dan böyük olanlar, deməli 3-dür, 5-dir, bir də 6-dır. Bu mötərizəni bağlayandan sonra bir dənə mötərizə daha var. Aha. Artıq buradan aydın olur ki, mötərizələr nəyə görə verilib? Çünki normalda biz əndi yerinə yetiririk, sonra oru yerinə yetiririk. Amma mötərizə olanda birinci mötərizənin içərisini hesablayırıq. Deməli, 4-5 ilə 3-6-nın birləşməsi, or bizə birləşməni verir də. Deməli, 4-5 ilə 3-6-nın birləşməsi olacaq. Bu isə 3, 4, 5, 6.
Bu tərəfdə də bunu mötərizəyə alıb, bu ikisini kəsişdirəndə də ənddə kəsişmədir, yəni ortaq olanları götürürük. Ortaq olanlar da olacaq 5, 6. Və bir tərəfdə almışam bunu, o biri tərəfdə almışam bunu. Axı burada bir dənə də mötərizə var axı, bütöv bir mötərizə var. Bu mötərizənin daxilində də ikisini kəsişdirirəm təzədən. 3, 4, 5, 6 ilə 5, 6-nın kəsişməsi mənə elə 5, 6-nı verir. İndi not 5, 6 almışamsa, 5-6-dan fərqli olanları da, yəni not deyil deməkdir. 5-6 olmasın deyir. Onda hansıları götürür? 1, 2, 3, 4 olur A bəndi 12-də. Deməli, sonra 13. 4 dostdan Ramil, Rəsul, Kamran və Amil ikisi eyni fakültədə olmaqla riyaziyyat, kimya və informatika fakültələrində təhsil alırlar. Kamran kimya fakültəsində oxumur. Belə yazım, əgər lazım olsa daha çəkərəm. Riyaziyyat, deməli 3 dənə fakültə var da, kimya, bir də informatika. Kamran kimyada oxumur, bunu nəzərimdə saxlayıram. Və informatika fakültəsində oxuyanla da eyni fakültədə deyil. Deməli, onda informatikada da oxumur da. Nə kimyada, nə informatikada deyilsə, onda Kamran riyaziyyatda da elə. Kamran riyaziyyatda. Rəsul da riyaziyyat fakültəsində oxuyursa, bizə də deyir, eyni fakültədə oxuyanların adlarını və oxuduğu fakültələri tap. Yəni, elə buradan görünür də Kamranla Rəsul riyaziyyat fakültəsi. Kamran və Rəsul riyaziyyat fakültəsi olur 13C variantı. Qonşuluq matrisinə əsasən qrafda dövrələrin sayını müəyyənləşdirin. Əvvəlcə müəyyən edək görək necə bir qraf quracağıq buna əsasən. A-dan B-yə yol var, B-dən də A-ya yol var. A-dan C-yə var, C-dən də A-ya var. Əlaqəli qrafdır. Deməli, çəkirəm A-nı. A-dan B-yə yol var. Sonra C-yə yol var. Bir də Y-yə yol var. Sonra B-dən A-ya yol var çəkilib. C-yə yol var. Bir də D-yə yol var. Əlavə bir dənə D götürək burada. Sonra C-dən A-ya yol var çəkilib. B-yə yol var. Bir də Y-yə yol var. D-dən isə B-yə və Y-yə yol var. Y-dən də çəkilib daha A-ya, C-yə və D-yə. Burada neçə dənə dövrə var? Sayaq. Dövrə bilirik ki, qapalı yoldur. Yəni, bir təpədən çıxıb özünə geri qayıda bilirsənsə, dövrə yaradır. Məsəl üçün, A, B, C. A, B, C, A. Və A-ya geri qayıtdım. Bu biri. Bir növ, yəni fiqurları sayırıq da burada. Məsəl üçün, bu bir üçbucaq. Burada bir dənə fiqur yaranır. A, Y, S, A. Bu 2. Böyük bir dənə fiqur. Bu olur 3. A, B, S, Y, A. Bu oldu, yəni 3. Sonra burada belə bir fiqur yaranır. B, S, Y, D. B, S, Y, D. B-yə geri qayıda bilirəm. Bəli, 4 dənə yarandı. Sonra baxaq görək başqa. A, S, Y, D. A, S, belə götürüyorum da. B, A, S, Y, D, B. Geri qayıdım özünə. Deməli, B-dən A-ya getsəm, sonra C-yə getsəm, sonra Y-yə, sonra D-yə, sonra yenidən B-yə. Sonra B-dən nəyə getmişdim? A-ya, C-yə bu formada götürmüşdüm də. Başqa cür necə getmək olar? B, C, A, Y, D. Bunu götürmüşəm mi? B, C, A, Y, D. Bəli, elə eynidir də. B, A, C, Y, D ilə. Sonra Y-dən götürsəm, Y-dən A-ya getsəm, Y, A, C, B, D. Hə, bu da 1 olacaq. Deməli, 1-in belə yaratdıq. B-dən A-ya, sonra C-yə, Y-yə, D-yə, B-yə. Bax, belə bir fiqur oldu. Eləmi? İndi 1-ini də belə yaradacam.
Y-dən götürsəm, Y-dən deməli A-ya, C-yə, B-yə, D-yə. Bu biri də belə yaranacaq. Bunu da onda belə yazım ki, Y, A, C, B, D təzədən Y-yə qayıtmaq olur. Sonra B, A, C, Y, D-ni yazmışam. Biri də belə də yazmaq olar. B-dən çıxan. B, B, C, biz belə götürsək, A, B, D, Y, C, A. Birində belə götürsək, A, B, D, Y, C, A. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7. Mənə elə gəlir elə bu qədər olar. Cədvəldə sorğular və bu sorğuların nəticəsində deməli nə verilib? Axtarış serverində tapılan səhifələrin sayı göstərilib. Türkiyə or Hindistan sorğusu nəticəsində tapılan səhifə sayını müəyyənləşdirin. Götürək buradan, çünki yeri yoxdur yazmağa. Deməli, burada üçünün də kəsişməsini 20 verib. Üçünün kəsişməsini 20 veribsə, belə çəksəm, görüm alınırmı? Türkiyə verilib, T yazaq 100, H verilib 80, A da verilib deməli 120. Daha sonra verilib ki, A ilə T'nin kəsişməsi, üçünün kəsişməsi 20 idi də, eləmi? Sonra verib ki, A ilə T'nin kəsişməsi 20. Hə, A ilə T'nin əgər kəsişməsi 20-dirsə, onda bura 0 qalır da. Çünki üçünün də kəsişməsi 20 düşüb axı. Deməli, bura 0 düşürsə, onda deməli T ilə A bu formada kəsişməyəcək. Biz diaqramı burada deməli bu formada qurmalıyıq. Bax, buradan aydındır ki, bu hissədə kəsişmə yaranmır da, 0 alınıb. Buranı kəsək. Onda belə çəkərəm. Deməli, 3-ü kəsişir kəsişməyinə, amma tam kəsişmir də. Çünki tam kəsişdirəndə A ilə T-nin kəsişməsinə 20 düşəndə, axı 3-ün də kəsişməsi 20 olsa, onda düz gəlmir axı. Deməli, belə çəkək. T, eləmi? Burada H-ı çəkim. A isə 3-ünün kəsişməsinə düşsün, belə düşsün. Amma bu tərəflə kəsişməsin də, sadəcə 3-ünün kəsişdiyi hissə ilə. Yəni elə ki, A-nın T-də 3-ünün kəsişməsi olan hissəyə aid var sadəcə. Bütöv kəsişməyib. Onda T, H, burada A yazsam, T-yə yazıram 100, H-a yazıram 80, A-ya yazıram deməli 120. Üçünün kəsişməsi 20-dirsə, deməli, sonra nə verib baxaq? A ilə T-nin kəsişməsi də 20-dir. Hə, elə buna görədir 20. Sonra A ilə H-ın kəsişməsi 40-dır. Əgər A ilə H-ın kəsişməsi bura düşür də, bu 40-dırsa bunun bütövü. Bura 20-dirsə, onda burada 20 qalır. Və bu 20-20-dirsə, bu hissəni tapmışam da 20. H-da olan hissəsi 40-dırsa, yəni ümumilikdə. Yerdə bura nə qədər qalır onda? 120-dən bu 40-ı çıxıram. Onda burada 80 düşür. İndi bura getdi. Buranı bir x ilə ifadə edim. Çünki başqa bir şey verilməyib də 3-ünün kəsişməsinə aid. Buranı bir x yazsam, onda bu hissəyə nə qədər düşəcək? 80-dən bunların cəmini çıxmalıyam da. 80-dən 20 plus 20. 40-ı çıxacam. 40 qalacaq. Bir də x-i çıxacam. 40 minus x bura qalır. Bura nə qədər düşür? 100-dən 20-ni çıxacam. 80. Bir də x-i çıxacam. Bu da buranı verir. Çünki bu bütöv T-dir. 100-dən bunları çıxıram ki, burada qalan hissəni tapım. Və bilirik ki, bütöv dairələrin cəmi bizə nəyi verir? Üçünün birləşməsini. Onda 80 çıx x, üstə gəl x, plus 40 çıxaq x, üstə gəl. Bunda bütövünü cəmliyim elə 120 götürüm də, çünki A-dır. Bu bizə verir 230-u.
Burada x-lar islah olsa, deməli 80, 40, 120, o da deməli 120, 240-ı verir. Çıx x əgər 230-dursa, x-in qiyməti 10 olur. X buradır. Bax, bura 10-dur. İndi bizdən nə soruşur? Türkiyə ilə Hindistanın birləşməsi. Yəni, bax, Türkiyə çoxluğu ilə Hindistanın cəmini götürəcəyik. Deməli, buranı əgər x 10 almışamsa, burada da 80 çıxaq 10. Bu bizə verir 70-i, bu hissə. Bura 70 aldım. Buranı 10 aldım. 40-dan da 10'u çıxsam, burada 30 qalır. Qalır indi bu iki çoxluğun birləşməsini tapmaq. Artıq bu bizə lazım deyil də. Yəni bura lazımdır, daha doğrusu H-da var. Bu A-ya aid olan hissə lazım deyil. Geri qayıdım. Belə ki, bura mənə lazım deyil. A-ya düşən hissəsi. Çünki T ilə H-ın birləşməsini istəyir. 70, 10. 70, 20, 90. Bu da 10 eləyir 100. Deməli 30, o da 20, 50. Eləyir 150. Deməli bu ikisinin birləşməsi bizə 150-ni verir. Olur A bəndə. Veb səhifədəki verilmiş cədvəlin alınması üçün lazım olan HTML kodu müəyyənləşdir. Deməli, cədvəldə 3 dənə sətr var, 3 dənə TR olmalıdır. Birinci variantla baxıb yoxlayaq. Birinci TR var, bu bir sətr, bu 2 sətr. Deməli, daha doğrusu bu 2 sətr, TR-i burada bağlayıb, bu da 3 sətr. TH-lar da sütunlardır. Birinci sütun başlığı imtahandır, o biri də bal sözüdür. İmtahan sözünün altına xətt çəkib deyə U-nu yazıb, düzdür. Bal da yazılıb. Bilirik ki, sütun başlıqları onsuz da qalın yazılır da. Burada əlavə B teqi verməyə ehtiyac yoxdur. Amma qalan xanalarda isə qalın yazmaq üçün mütləq B ya da strong teqindən istifadə etmək lazımdır. Deməli, ikinci sətrin birinci xanasında informatika yazılıb, qalın yazılıb deyə B teqi var. 100 də B teqi ilə verilib ki, qalın yazılsın. Kimya ilə digər həmçinin xanalar da 69 olan da yenə də B teqinin içərisində yazıb. Elə A variantı düz gəlir. O birlərə bilmirəm, baxmayım. Məsəl üçün, burada birinə baxım. Hə, informatika qalın yazılmayıb. Sonrası 100 məsəl üçün maili yazılmayıb ki, bunu əyri versin. Sonra burada məsəl üçün informatika sözü qalın yazılıb, amma 100 sözünü maili yazıb, amma halbuki o da qalındır. Kimya sözünü qalın yazmayıb. Yəni belə hərəsində əksilik var yəqin ki, ona görə A variantı çıxdı. Deməli, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdirin, yazaq. 117 yox, N deyil, B-ni müqayisə eləyirik. 0 kiçik bərabərdirmi 3-dən? Bəli, şərt ödənir. B bərabər N-i 7-yə böləndə qalıb. 117-ni 5-ə böləndə qalıb 2 düşür. N də bərabər N-i 5-ə böləndə tam hissə. 117-ni də 5-ə böləndə tam 23 dəfə düşür. S bərabər S plus 1-ə görə 1 alınır. Geri qayıdır əvvələ. B-nin qiyməti 2-dir də. 2 kiçik bərabərdirmi 3-dən? Hə. B bərabər N-i 5-ə böləndə qalıq. 23-ü 5-ə böləndə qalıq 3 qalır. 23-ü 5-ə böləndə tam 4 düşür. S 1 vayda artır 2 olur. Üçüncü dəfə B-nin qiyməti 3 olduğuna görə 3 kiçik bərabərdirmi 3-dən? Hə cavabı alınır. B bərabər N-i 5-ə böləndə qalıq. 4-ü 5-ə böləndə qalıq elə 4 qalır. N-i 5-ə böləndə tam hissə isə 4-ü 5-ə böləndə tam 0 düşür. S də 1 vayda artır 3 olur. Bir də geri qaydanda artıq şərt ödənmir. Çünki 4 kiçikdir bərabərdirmi 3-dən yox cavabı alırıq və S-in axırıncı 3 qiymətini çapa verir. 17 olur B. Sonra 18 def-lə bağlı sualdır. Deməli, A verilib 1. Yəni A-nın qiyməti 1-dir, B-nin qiyməti 2-dir. Onda A və B-nin yerinə, bax burada yazıram 1, 2. Deməli, TAB həm burada var, həm də burada var. TAB-ni mütləq tapmalıyıq. Ona görə, yəni T funksiyasıdır deyə TXY-ə müraciət edəcəyik. T1, 2-ni tapanda uyğun olaraq X burada 1 olur, Y-də 2 olur. İndi X bərabər X vur 3. 1-i 3-ə vuranda elə 3 alıram. Y-də 2-dir, üstünə 2 gələndə 4 alıram. X vur Y isə 3 dəfə 4 12-ni verir. Yəni 12-ni returnə görə geri qaytarır T1 2-yə. Deməli, bura 12 alıbsa, buranı yazdım 12 üstəgəl. Buranı da 12 almışam.
B-nin qiyməti 2 idi. Axı burada bir 2 yazmışam. Yerdə alınanı yazıram. 12 üstəgəl H2 12. Belə bir şey alır. Deməli H2 12-ni də tapmalıyam ki, bütöv proqramı, yəni qiymətini hesablaya bilim. Qarışmasın deyə sildim sadəcə. H2 12-ni tapanda da H funksiyasına müraciət edəcəyik. Onda deməli, y-in qiyməti uyğun olaraq 2-dir, t-nin qiyməti isə 12-dir. T-nin üstünə 1 gəlir, 13 alır, y-in üstünə 2 gəlir, 4 alır. 13 ilə 4-ü cəmləyəndə 17 alırıq, 17-ni buna geri qaytarır. Yəni, h2 12-yə. İndi bu 17 isə bunun qiyməti. Bu ikisini də cəmləyəndə 29 alıram. Deməli, printdən 29 çapa çıxır. Sonra Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdir. Təbii ki, alt proqramda aşağı hissədən başlayırıq. Bunu bir n ilə ifadə edeyim. Deməli, n-in qiyməti 3-dən 10-a qədər dəyişir. n 3 olanda verilib ki, k3 bərabərdir 0-a. Təbii ki, bilmirik deyə kn-dən tapmalıyıq. Bura k3 yazanda n-in qiyməti uyğun olaraq 3 alır. Və burada 3 yazanda n-in qiyməti 2-dən 3-ə qədər dəyişir. Təbii ki, 3-ün özünü götürə bilmirdik. Bir dənə 2 olur. Və şərt verib ki, n-i i-yə böləndə qalıq 0-dırmı? Yəni, n də elə 2 idi. Yox, n 3 idi. 3-ü 2-yə böləndə qalıq 0-dırmı? Xeyr. Onda a-nı hesablaya bilmir. Da bir dəfə dövr gedir də. A-nın 0 qiymətini k3-ə geri qaytarır. Deməli, k3 0 olanda burada alıram ki, 0 bərabərdirmi 0-a? Hə. Onda s bərabər s üstə gəl. N-i hesablayır. Yəni, 0-ın üstünə n-in 3 qiymətini gəlir, 3 alır. İkinci dəfə burada n-in qiyməti bu aydın məsələ ki, sadə mürəkkəbliyi hesablayır. Burada deməli n-in növbəti qiyməti 4 olur. Və k n-in yerinə 4 yazsam k4 alınacaq. İndi k4-ü tapsaq, uyğun olaraq k4-də də n4 olur. n4 olanda i-nin qiyməti bu dəfə 2-dən 4-ə kimi dəyişir. Yəni 2 3 olur. i2 olanda şərt verib ki, n-i i-yə böləndə qalıq 0-dırmı? Yəni 4-ü 2-yə böləndə qalıq 0-dırmı? Bəli, a-nı onda 1 vaid artırır. Növbət dəfə i-nin qiyməti 3 olur. 4-ü 3-ə böləndə qalıq 0-dırmı? Xeyr. İndi a-nın, yəni 1 qiymətini geri qaytarır k4-ə. k4 1-dirsə, indi burada yoxlayaq. 1 bərabərdir 0-a. Xeyr, onda s-i hesablaya bilmir. Deməli, bu nəyi hesablayır? Sadə və mürəkkəb ədəd olduğunu. Əgər böləni yoxdursa, yəni bu a bölənlərini sayır da həmin ədədin. Və böləni yoxdursa, a 0 qalır. Əgər həmin böləni yoxdursa, burada 0 bərabər 0 alanda da sadə ədəd olduğunu göstərir də. Yəni, böləni 0 dənədirsə, həmin sadə ədədləri cəmləyir. Çünki 3-ü götürdü, amma 4-ü götürmədi sadə ədəd deyil deyə. Məsəl üçün, 5-də də a 0 olacaq, çünki böləni yoxdur. Amma burada i-nin qiyməti 6 olanda artıq bölənləri var axı 2, 3. Ona görə sadə ədəd olmayacaq. Yəni, burada a-nın qiyməti 0-dan fərqli olacaq. Bölənlərinin sayı ən azı 2, 3 olacaq. Deməli, bir dəfəlik proqramı burada dayandırıram. 3-dən 10-a qədərdir axı burada i-nin qiymətləri. 3, 4, 5, 6, 7, 8, 9 onun özünü götürmür. Bunlardan sadə ədədləri cəmləyirəm bir dəfəlik. Çünki s həmin sadə ədədlərin cəmini hesablayır. 3, 5 və 7. 8 üstünə 7 də alıram 15. Deməli, olur A bəndə 19. Sonra 20. Pythonda tərtib olunmuş proqramın nəticəsini müəyyənləşdirin. X 5-dir. 5 böyükdürmü 0-dan? Hə. Bəs Y kiçikdirmi 0-dan? 10 kiçikdirmi 0-dan? Yox. Ənd olanda mütləq hər iki tərəf hə olmalıdır. Və biri yox alınıbsa, bu hissəni ümumilikdə yox almışam. Amma ümumi iki tərəf arasında or verdiyinə görə, or olanda bir tərəf düz olsa bəs eləyir, yəni şərt ödənməyinə. İndi bu biri tərəfi yoxluyum. 5 kiçikdirmi 0-dan? Yox. Ənddə də bir tərəfi yox aldımsa, burada yox cavabı alıram. İndi or olanda iki tərəf də yoxdursa, təbii ki, şərt ödənmir. Onda elifə baxıram. 5 kiçikdirmi 0-dan? Xeyr. Ənd olduğuna görə heç bu tərəfi yoxlamıram da. Bir tərəf doğru deyilsə, şərt ödənmir. Keçirəm o birinə. 5 böyükdürmü 0-dan? Ənd. Y, yəni 10 böyükdürmü 0-dan? Hə. Hər iki tərəf hə olduğuna görə şərt ödənir, elə TH-ı çapa verir. Təbii ki, elif ödənibsə, o birlərə baxmayacaq. Elə 20-də B. Alqoritmi icrasından sonra nəticəni müəyyən edin.
Ə, deməli 30 ilə 40-ın cəmi bizə verir 70-i. 70 kiçikdirmi 200-dən? Bəli. S-dən 10 çıxır. 40-dan deməli 10 çıxır 30 alır. Eni isə 30 vaid artırır. 30 idi 60 olur. Geri qayıdır əvvələ. S plus n bu dəfə 90 olur. 90 kiçikdirmi 200-dən? Hə. S-dən 10 çıxır 20 alır. N-i 30 vaid artırır 90 alır. Sonra S plus n, yəni 90 plus 20 110 kiçikdirmi 200-dən? Yenə hə. Bu belə çox uzun gedəcək. Burada məntiqi tutsaq daha yaxşı olar. Hər dəfə cəm fikir verin 20 vahid artır. Məsəl üçün burada alıb ki 70 kiçikdirmi 200-dən? Çünki 30-dan 40-ın cəmi 70-i verib. O biri dəfə S-lə N-in cəmi 90-ı verib. Sonra S-lə N-in cəmi 110-u verib. Deməli, bunlar 20-20 artır da bu ikisinin cəmi. 70 olanda ödənəcək şərt. Çünki 200-dən kiçikdir. 90 olanda da, 110 olanda da. İndi üstünə bir də 20 gəlsəm 130 alacam. Sonra 150 alacam. 170, 190 artıq növbəti də ödənməyəcək də. Yəni dövrdən çıxacaq. Neçə dəfə dövr gedir onda? 1, 2, 3, 4, 5, 6, 7 dəfə dövr gedir. Təbii ki, N-in ilkin qiyməti bizdə nəyi soruşur? N-i soruşur. N-in ilkin qiyməti 30 idi. 30-un üstünə 7 dənə 30 gəlirəm də təzədən. Çünki ilkin qiymətindən əlavə mən 7 dəfə dövr aparmışam. 30-un üstünə 7 dənə 30-u da gəlirəmsə, onda 240 alıram, yəni N-in axırıncı qiymətini. 21 idi də bu, 22. HTML koda uyğun səhifənin web brauzerdə necə əks olunacağını müəyyənləşdirin. Deməli, TR birinci sətirdir. Bax, bu birinci sətri əks etdirir. Bir dənə sətr çəkdim. TH-lı sütunları göstər. 2 sütuna böldüm. Birinə teacher, o birinə student yazılır. Sonra ikinci sətr çəkilir. Burada da 2 xanaya bölüb yazıram həmin qiymətləri. Sonra üçüncü bir dənə sətr çəkib, həmin xananda yenə, həmin sətri də yenə 2 xanaya bölüb. TD-lər artıq xanaları göstərir də. O belə bir cədvəl yaranmalıdır. Amma bilirik ki, sütun başlıqları qalın yazılır həmişə. Özü yəni qalın götürür. Bu düzgündür elə deyəsən. Elə A variantı olur. O birilərə baxaq. Yox, burada 2 sətr verib, burada da heç düz deyil. Burada teacher, bir də student olmalıydı, sütun başlıqları, amma bu sətr ötürü, bu da elə həmçinin elə A variantı 21. Deməli, bu neçə idi? 22 imiş, 21 deyirəm. 22A, 23. Hesablayaq. E-nin birinci qiyməti C siyahısının ilk elementi olan 5 olur. Burada yəni B-ni əvvəlcə tapaq. Belə nömrələsək, B-də, daha doğrusu C-də 0-cı element 5-ə düşür. Yəni B-nin qiyməti 5-dir. İndi şərt verib ki, i, yəni 5 böyüdürmü B-dən? 5-dən? Xeyr. Əks halda geri qayıdır. I-nin növbəti qiyməti 8 olur. Bəs 8 böyüdürmü B-dən? 5-dən? Bəli. Onda B-ni 8-ə bərabər götürür. Yəni i-yə. Bu deməli onda siyahının ən böyük qiymətini tapır da. Növbəti dəfə i-nin qiyməti 6 olanda 6 böyükdür 8-dən yox. Nə vaxt bu ödənəcək? Buradakı i-lərin qiyməti bu 8-dən, yəni B-dən böyük olanda. 8-dən də böyük bircə dənə 9 var da burada. Deməli 9 8-dən böyük olanda B həmin o i-nin 9 qiymətini özünə götürəcək. Yəni beləliklə bu siyahıdan ən böyük qiyməti götürəcək B. B-nin qiyməti 9-dur. Bunu tapdıq. Görək nə istəyir? C nöqtə indeks B. Yəni B-nin, yəni 9-un C-dəki indeksini istəyir. 9-dan 2 dənədir, amma bilirik ki, indeks ilk gördüyü qiyməti qaytarır, yəni 3-ü. HTML koda əsasən hansı nömrəli sətirlər kursiv və qalın formada yazılacaq? Kursiv yazmaq üçün ya i-dir, ya m-dir. Qalın yazmaq üçün ya b-dir, ya da strongdur. Yəni ikisi eyni işi görür də. Strong qalın, m-də kursiv yazır. Elə bir olacaq. M kursiv yazır, amma U altdan xətt çəkir də, yəni qalın yazmır. I kursivdir, B qalındır, bu da düzdür. Ümumiyyətlə heç nə deyil. Deməli, burada isə strong qalındır, U isə altdan xəttdir, bu da olmayacaq.
Elə bir dənə 1 üçündə. Sonra proqramın icrasından sonra 26 qiymətin çap olunması üçün X-a daxil edə biləcəyin ən kiçik qiyməti müəyyən et. Burada axırdan baxaq da, bu print ya bu printdən 26 çıxıb, ya da bu printdən 26 çıxıb. Y-in də qiymətini nə verib? 13. 13-ün üstünə 1 gələndə mən 14 alıram. 26 ala bilmərəm axı. Yəni daxildə də y dəyişməyib ki, deyim, yəni y-in üstünə nəsə gəlib, sonra 26 alına bilər, yox. Yəni 13-ün üstünə 1 gələndə mən 14 alaram. Deməli, S qoluna getməyib, yəni if ödənib ki, yəni hə qoluna seçib. Onda burada bu hissə əgər 26-dırsa, 2 vuraq x çıxaq 1 bərabər 26 götürsəm, 2x çıx 2 26-dırsa, 2x-i götürsəm 28, x-i də 14 alıram. Deməli, elə x-in daxil edə biləcəyim ən kiçik qiyməti 14. 14 olanda 26-nı çapa verir. Bax, yoxlayaq. X 14 böyüdümü 0-dan, hə? X böyüdüm y-dən, 14 böyüdüm 13-dən, hə? Bura hə cavabı aldım mı? İndi bu tərəfi yoxlayayım. Z 19 böyüdüm 10-dan, hə? X böyüdüm y-dən, 14 böyü bərabərdir 13-dən, hə? Buranı da hə aldım. Ənd olanda da iki tərəf hərdirsə, onda elə bunu çapa verir. Yəni 26. Sonra 26-cı sual. Y-nin qiyməti 0-dır. 0 kiçikdirmi 6-dan? Bəli. S bərabər S üstəgəl Y. 0-ın üstünə deməli elə 0 gəlir. Y-ni isə 1 vaid artırır. İkinci dəfə 1 kiçikdim 6-dan. Bəli. S bərabər olur S üstəgəl Y-yə. 1-ə. Y isə bərabər olur 2-yə. Üçüncü dəfə 2 kiçikdim 6-dan. Hə. S olur 1 üstəgəl 2-yə. Deməli, i isə olur 3-ə. Bu onda 1-dən 6-ya qədər ədədləri cəmləyir, amma 6-nın özü daxil deyil. Çünki ilk qiyməti də s-i 0 almışam, axı 0 ilə 0-ı cəmləyib aldım. Və burada da kiçik bərabər yazılmadı ona görə. Onda s 1-dən 5-ə qədər əslində ədədləri cəmləyəcək. Yəni 6-nın özü daxil olmayacaq ora. Çünki fikir versək, i 3-dür də, düzdürmü? 3 kiçikdirmi 6-dan, hə, elə götürüb 3-ü cəmləyir növbəti dəfə. 4 kiçikdirmi 6-dan, hə, 4-ü cəmləyir. 5 kiçikdirmi 6-dan, hə, 5-i cəmləyir. 6 kiçikdirmi 6-dan, yox cavab alıram, 6-nı cəmləyə bilmirəm yəni. İndi bunları cəmləsəm, deməli 3, 3, 6, 4, 10, 15 alıram. 15-də çox yaxşı yazmadım, 15. 27. Uyğunlaşdırın. Maqnit informasiya daşıyıcıları deməli HDD-dir, disketdir, audio kasetdir, 1-ə Y olar. Məsəl üçün bunu çıxıram, çünki disket CD-ROM qarışdırıb da optik və maqnit diskləri. Burada da eyni ilə çıxıram, çünki HDD maqnitdir, məsəl üçün CDRW optikdir, bunu da çıxdım. Bu flash kart, flash yaddaş isə nə maqnit deyil, nə də optik deyil. Yəni bunların mikrosxemlərdən təşkil olunur. Yəni disklər yoxdur burada. CD-ROM, CDR, bəli, bu olur optikə. Yəni üçü də optik daşıyıcıdır. 1-ə Y, 2-ə A. Daxil ediləcək n natural ədəd üçün verilmiş cəmi hesablayan blok sxem qur. Deməli, daxil edilmiş n natural ədədi deyir deyə başlanğıcdan sonra bir dənə n ədədi daxil eləyirəm. Bu tipli misalların həmişə ən axırına fikir verin. Çünki düstur buradan alınır. Və qiymətlər necə gedir? Bu -1, bu uyğunluq var da 1 bölünsün 2 üstü 2-dir. 1 bölə 3 üstü 3-dür. Bu 1 surətdə dəyişməyib. Deməli, bunu da bənzətsəm, 1 bölünsün 1 üstü 1 yaza bilərəm də bunlara oxşatsam. 1 üstü 1, məxrəcdə 2 üstü 2, 3 üstü 3. Deməli, dövr harda başlayır? 1-dən. Ona görə dövrün başlanğıcı kimi əvvəldə bir dənə i bərabər 1 götürürəm. Bəs dövr hara qədər gedir? Bax, n üstü n-ə qədər gedib. Deməli, n-ə qədər dövr gedibsə, burada yazıram. i nə qədər ki, kiçik bərabərdir n-dən dövr elə, yəni. n-ə qədər dövr getsin. Kiçik bərabər yazdım ki, n-in özü də daxildir. İndi burada cəmləmə əməliyyatı var. Cəm olanda ilkin qiyməti bir dənə 0 götürürük. Bax, burada bir dənə yazıram. S bərabər 0. S bərabər yazıram. S üstəgəl. Düstur necə olacaq? Bax, buradan təyin eləyirəm. Burada nə yazıbsa, eynisini götürüb yazıram bura. Sadəcə
N-in yerinə i yazacağam. Çünki i-nin qiyməti gəlib axırda n-ə bərabər olur axı. Mənfi 1 üstü i bölünsün i üstü i. Vəssalam. Olur, düzdür bu formada. Mənfi 1 üstü i bölünsün i üstü i. İndi i-nin bir qiymətindən sonra 2, 3 belə qiymətləri gəlməlidir axı. 1, 1 artır deyə i-ni də i plus 1 ilə artırıram. Geri qayıdır əvvələ. Nə vaxt ki, şərt ödəmir, dövrdən çıxıb, esi çap eləyir. Və yoxlayaq. i 1 olanda burada mənfi 1 üstü 1 alıram. Mənfi 1 üstü 1 bölünsün i üstü i. 1 üstü 1. Mənfi 1-i verirmi elə? i 1 vaid 2 artır 2 olur. Növbəti dəfə mənfi 1-in üstü i, yəni 2 bölünsün i üstü i, 2 üstü 2. Bu mənfi 1-in kvadratı müsbət eləyirdi. Ona görə işarə burada müsbətləşib. 1 bölünsün 2-nin kvadratı alınır. Sonra i 3 olanda mənfi 1-in kubuna görə bu mənfiləşir. Belə alınır. Yəni, axırıncı i-nin qiyməti nəyə bərabər olur elə? N-ə. N olanda da bu alınır da. Yəni, axıra baxaraq, yəni düsturu təyin elədim. Daxil ediləcək en sayda tam ədəd tipli elementlərdən ibarət siyahının ən böyük elementi ilə ən kiçik elementinin cəminin sadə ədəd olub-olmadığını yoxlayan proqramdır. Deməli, ümumiyyətlə n ədədinin özünü əvvəldə daxil eləmək lazımdır. Məsəl üçün, n 10-durmu, 20-dirmi, neçə dənə ədəd yığacağıq siyahıya? Və deyir ki, klaviaturadan daxil ediləcək en sayda ədədlərdən ibarət siyahı. Deməli, biz siyahının elementlərini klaviaturadan daxil etməliyik, özümüz yaratmalıyıq. Onda bir dənə boş bir siyahı yaradaq əvvəlcə. Olsun A bərabər belə bir siyahı. Və n dəfə dövr gedibsə, onda fordan istifadə edəcəm. For i in range yazacağım. 1-dən n plus 1-ə qədər. N dənə ədəd daxil eləmək üçün. Burada yazıram bir dənə x bərabərdir int input. Bu nə deməkdir? i1 olanda deyəcək x-ə qiymət ver. i2 olanda deyəcək x-ə qiymət ver. Belə n dənə ədəd daxil edəcəm. Daxil etdiyim bu ədədləri A siyahısına yığıram. A nöqtə append x yazıram ki, həmin siyahıya yığsın. 10 dənə ədəddən ibarət tutaq ki, da belə bir siyahı alınır. Məsəl üçün 2, 4, 5, 8, 9 belə. 10 dənə olmalıdır. Deyir ki, bu siyahının ən böyük və ən kiçik elementlərin cəmi. Dövrdən çıxmışam, artıq siyahı elementləri yığmışam. Ən böyük elementi maksimumla tapırıq, siyahıdan maksimuma, ən kiçiyi də minimumla. Bunların deyir cəminin, yəni bu C-nin sadə ədəd olub-olmadığını yoxlayan proqram qur. Sadədirsə yes, deyilsə no sözü əks olunsun. Bu sadə ədəd də artıq standart bir proqrama çevrilib, demək olar neçə dəfə verilib. Bilirik ki, ədədin sadə olub-olmadığını yoxlayanda, yəni ədədin əgər özünün 2 və özü aralığında hər hansı bir böləni yoxdursa, deməli sadədir. Məsələn, götürürəm 7. 7-nin 2 və özü aralığında da, özü daxil deyil təbii ki. 2 və özü aralığında 2, 3, 4, 5, 6, yəni hər hansı bir ədədə bölünürsə, deməli mürəkkəbdir. Yoxdursa sadədir. Çünki onsuz da 1-ə və özünə ixtiyari ədəd bölünür də. 1-ə və özünə bölünən ədədlər sadədir. Bu 1-ə və özündən başqa, yəni bu aralıqda başqa bir ədədə də bölünürsə, onda mürəkkəb olur. Yox, bölünmürsə, onda elə sadə olacaq. Bunu necə göstərəcəm? Təbii ki, 7-dirsə, məsəl üçün, mən 7-nin sadə və mürəkkəb olduğu nətər yoxlayıram. 2-dən özünə qədər ki, ədədlərə bir-bir bölünüb bölünmədiyinə baxacam. Deməli, burada dövr gedəcək. Yenə dövr yaradıram. For i in range 2-dən ədəd C-də axı C-nin sadə mürəkkəbliyini yoxlayıram. 2-dən C-yə qədər. Məsəl üçün, C 7-dirsə, i-nin qiymətləri 2-dən 6-ya qədər. Bilirik ki, burada 7 yazılsa özünü götürmür də. Belə olur. Mən yoxlayıram ki, bu aralıqda 7 hər hansı bir ədədə bölünürmü? Şərt verirəm. Əgər C-ni i-yə böləndə, yəni i-nin qiymətləridir də, qalıq 0-dırsa, bölənlərini sayıram. Məsəl üçün, bir k bərabər 0 yazıram. K bərabər olsun k plus 1. İndi bu şərt ödənsə sayacaq da k-nı. Əgər bölünmürsə, heç bir ədədə k 0 qalacaq. Dövrdən çıxandan sonra onda deyəcəm ki, əgər k 0 qalıbsa, yəni 2 və özü aralığında heç bir ədədə bölünməyibsə, deməli, sadədir də. Bizə nə deyirdi? Sadədirsə nə sözü çap olunsun? Sadədirsə yes. Bunda yazıram print yes, yəni sadə olarsa. Əks halda print no. Bu belə sonra. Klaviaturadan arasında bir boşluq işarəsi olmaqla daxil ediləcək sətri
tərs ardıcıllıqla çap edən proqramdır. Deməli, aralarında bir boşluq qoymaqla bir sətr daxil eləyib. Bu sətri tərs ardıcıllıqla, yəni sözləri tərsdən götürüb də belə çıxır ki. Ümumiyyətlə, sətirdə əgər aralarında bir boşluq işarəsi keçməklə, yəni sözü varsa, məsələnin şərtində, burada biz sözlərdən istifadə edəcəyik. Yəni, burada bizə sözlər lazım olacaq. Əgər sözlər sizə lazımdırsa, bu boşluqları kəsib sətri siyahıya çevirsək, splitlə bu sətri siyahıya çevirsən, ancaq siyahıda onda sözlər olacaq da. Deməli, əvvəlcə bir dənə sətr daxil eləyirəm. N bərabərdir inputla. Bunu boşluqları kəsib sətri siyahıya çevirmək üçün splitdən istifadə edirəm. N bərabər n nöqtə split. Mötərizənin içərisində heç nə yazmıram da boşluq deməkdir. Yəni hər boşluğu görəndə kəs və sətri siyahıya çevir. Bax belə bir siyahı alınacaq. Hello, bir də word. Sözlərdən ibarət olduğumu indi bunu deyir, tərsinə düzsün də. Siyahıda onda tərsinə düzən reverse var. Yazaram n nöqtə reverse. Reverse bunu tərsdən düzür, olur word, sonra hello sözləri. Tərsindən düzülüb. Bundan sonra da, indi bu siyahıda da axı mən sətir kimi, yəni almalıyam. Siyahıdan sətrə qaytarmaq üçün də join var. Dırnaq açıb bağlayıram, nöqtə join, yazıram n. Amma belə bir şey var ki, burada dırnağı açıb bağlasam, belə yanaşı yazsam, bunlar bitişik çıxacaq. Çünki vergülün əvəzinə heç nə yazmır da. Belə bitişdirəcək, bu formada çıxacaq ekrana. Amma aralarında boşluq var deyə, burada join-də, bax bu dırnağın arasında bilərək biraz məsafə qoyuram ki, yəni boşluq vasitəsilə onları bitişdirsin. Yəni hər vergülü görəndə boşluq qoyacaq. Birinci word sözünü çap eləyəcək. Sonra yanına biraz boşluq qoyacaq vergülə görə. Sonra hello sözü yazacaq. Yəni sətrə çevirdi. Sonra da elə yazacağam print B. Bu videoluk bu qədər.